Hər vaxtınız xeyir. Qadınlar belə bir sual verirlər ki, doktor, hamiləlik bitdikdən sonra saç tökmələrimiz artıb. Məsələ bundadır ki, hamiləlik dönəmində saçlar çox tökülmür, lakin südəmər dövrdə saç nisbətən çox tökülməyə başlayır. Bu da normaldır. Bilirik ki, saçın böyüməsi, tökülməsi müəyyən etaplarla keçir. Birinci stadiyada saç uzanır, müəyyən bir müddət keçdikdən sonra isə saçlar tökülürlər və yenilənirlər. Ümumiyyətlə, saçların tökülmə faizi normada 5-10%'dir. Bunlar çox olmadığına görə gündəlik həyatda qadın hiss eləmir. Lakin südəmər dövrdə bu 30%'ə yaxınlaşdığına görə qadınlar qorxurlar və fikirləşirlər ki, saçlar tökülür və bir daha bitməyəcək. Əziz qadınlar, elə deyil. Rahatlıqla öz uşaqlarınızı əmizdirin. Çünki əmizdirməkdən asılı olmayaraq uşağa süd verirsiniz, yoxsa yox. Saçlar hamiləlik bitdikdən sonra 3 ay müddətində 3-cü aydan daha çox tökülməyə başlayır. Bu 3 ay, 4 ay çəkə bilər. Əgər bu 1 ildən artıq çəkirsə, onda altda yatan səbəbləri öyrənmək lazımdır. Müxtəlif analizlər vermək lazımdır. Məsəl üçün, dəmir çatışmamazlığı nəticəsində, vitamin çatışmamazlığı, mikroelementlər çatışmamazlığı nəticəsində saç tökülməsi uzana bilər. Hamiləlik dönəmində xüsusi hormonlar artdığına görə qadınlarda saç tökülməsi azalır. Hamiləlik bitdikdən sonra isə hormonların miqdarı azaldığına görə saç tökümü artır. Bu da əziz qadınlar normaldır. 3-6 ay müddətində saç nisbətən çox tökülür, sonra isə o normallaşır. Ona görə özünüzü üzməyin, bədbin fikirləşməyin və lazımdırsa müəyyən analizləri verib, bunun gələcəkdə normaya düşmədikdə qarşısını almaq olar. Diqqətinizə görə çox sağ olun.